ailələr bizə bu uşaq niyə cümlə qurmur deyə şikayətləri ilə gəlir. Belə müraciətlərlə sıx-sıx qarşılaşırsınız. Bugün işin bir başqa yönü, valideynlərimin sosial mediasını təqib etdiyimdə sürekli uşaqlarının şəkillərini paylaşan, videolarını paylaşan, uşaqlarımla xatirə toplayıram deyib, hər anının şəklini kamera kayıtları altına alan, amma bu anı yaşamağın sevincini unudan və uşaqlarla aktiv ünsiyyət qura bilməyən valideynlər görürük. Və biz paylaşılan valideynlikdən danışırıq. Sharing deyirik buna. Rəqəmsal dayələrin yanı sıra bir də sharingin çox ağır bir kütləsi varsa, uşaq özəlliklə də öz kritik həyata təməl olan ilk 5 ilində əhəmiyyətli dərəcəsində inkişaf ləngimələri ilə qarşılaşır. Həyatın ilk 36 ayında bağlanmanın təməlləri qoyulur. Siz psixologlar bu məqamda ailələrə yardımcı olmağa çalışırsınız. Sağlam bağlılığı olmayan uşaqlar, qaçıngan